Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaro platformasıdır. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaro köməyinizə çatır. Cibaro şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaro platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaro biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaro.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid. Belə bir deyim var. İnsanı geyimə görə qarşılayanlar, ağla görə yola salarlar. Bugünkü qonağımız sahibkar xanım, modelyer dizayner Leyli Zalovadır. Xoş gəlmisiniz Leyli xanım. Əvvəla illərin dostluğuna dayanaraq demək istəyirəm ki, sənə ilkin olaraq təşəkkür edirəm dəvətin üçün. Podkastın uğurlu olsun. Çox sağ olasın. Özümü təqdim edeyim ilk öncə. Mən Leyli Zalova, modelyer dizayner sahibkar qadınam və həmçinin də təlimçiyəm öz sahəm üzrə. Hazırda Lea Couture Moda Evinin təşkiçisi və direktoruyam və təbii ki, modelyer dizayneriyəm və Dəbli Bakunun da kreativ direktoruyam və Dəbli Bakunun da kreativ direktoruyam və həmçinin də təlimçi kimi fəaliyyət göstərirəm. Mən bilirəm ki, bir neçə illər öncə Lea Couture-u yaradarkən nə qədər həyəcanlı, çətin bir insan bir övladı dünyaya gəlir və onu yetişdirməyə, inkişaf etdirməyə başlayırsan. Bax, Lea Couture necə oldu, yarandı? Necə düşündün onu Leyli? Mən bilirəm, istəyirəm izləyicilər də bilsin. Əslində mənim geyimə bilirsən ki, çox əvvəldən həvəsim var idi. Bəli. Amma Lea Couture necə yarandı? Mən başqa bir işdə, sahədə çalışırdım. Mənim çox yaxşı bir dostum var. O bir gün mənə gəldi ki, Leyli, sənin çox gözəl ideyaların var. Mən istəyirəm ki, sən bu sahədə özünü inkişaf elətdirəsən, bu sahə ilə məşğul olasan. Və mən o dostuma çox təşəkkür edirəm. Sən də tanıyırsan hətta o dostumuzu. Onun sayəsində çox kiçik bir məbləğə bir moda evi aldım. Moda evi deyəndə ateliye idi. Bəli, xatırlayıram. Oranın 5-6 gəlinliyi var idi. Bir 10 parçası var idi daxilində və bir də dərz avadanlıqları var idi. İlkin aylardan çox uğurlu addımlar atmağa başladım və sonradan təhsilini almağa başladım. Harda təhsil almışdın? O hissəni qaçırtmışam deyəsən. Təhsilimi aldım, İstanbul Moda Akademiyasında aldım. Sonra İtaliyaya getdim, orada aldım. Sonra Londonda təhsilimi davam elədim. Amma çox qısa müddətli təhsil almışam. Short kurslar var. Bəli, mən də almışdım bu təhsil. Və sonra Nedret Taciroğlu var. Orada stajyer olmağa başladım. Onun yanında həm oxuyurdum, həm onun yanında stajyer oldum, həm də öz moda evimi Bakıda idarə edirdim. Və həmçinin də 2 uşağım var idi, ana idim, ailəli idim. Ailə və işi balansda saxlamaq çox çətindir. İndi mənim üçün çətin deyil, amma ilk başlayanda çətin idi bu. Çünki ilk iş həyatına və biznes həyatına yeni atılırdım. Biz başlayanda mən səndən də biraz öncə başlamışdım. Biz o zaman Bəli. Mən müştərim idik, xatırlayıram bugünkü gün kimi. O zamanlar daha məsələn seçilmiş adamlar var idi, daha özümüzü göstərə bilirdik. Məsələn qazancımız çox idi. Amma indi tam fərqlidir. Yəni digər qonaqlarla da biz bunun müzakirəsini eləyirik. Kosmetoloq olanda hamı başlayır kosmetoloq olur. Ki, orada pul var. Nəsə moda evi açırsan hamı gedir eyni moda evi açır. Bax bu gün Leyli özünü sübut etmiş, işini sübut etmiş bir xanım kimi, qadın sahibkar kimi artıq təlimlərə başlamısan. Bax, bu təlimlər necə olur? Necə sənə müraciət etsinlər təlimlərə görə? Hansı xəttlə bunu edirsiniz? Dövlət proyektləridirmi? Bununla bağlı da danış, zəhmət olmasa geniş.
Bizim ümumiyyətlə atelyeyə, moda evinə müraciət eləyirlər daha çox, stajyer olaraq istəyirlər. Peşə məktəbləri ilə əməkdaşlıq eləyirəm. Dövlət Məşğulluq İdarəsi ilə eləyirəm. Sonra biz Xankəndidə çox böyük bir fabrika açıldı. Ora bir neçə, bəli, Qarabağa qayıdış bir layihəmiz var idi. Orada 160 nəfərə təhsil verdik. Qürur Hətta verici. qürur vericidir və bilirsiniz nədir ən önəmli olan? O orada daha çox yaşlı qadınlar olur və onların o elə həvəslə gəlməyi dərsə, hər bir tikişi, toxunuşu öyrənməyi yəni çox maraqlı idi və onlar öz torpaqlarına qayıtmağı, orada işləməyi o qədər arzu eləyirdilər ki, çox gözəl bir layihə idi. Mən o layihəni çox sevirəm və hər yadıma düşəndə tüklərim ürpəşir ki, necə yəni insan hər yaşda öyrənə bilər. Hətta mən bir tekstilci bir əməkdaşlıq elədiyim Türkiyədə bir fabrika var idi. Həmin kişinin 60 yaşı var idi. Və kişi 60 yaşında özü artıq qrafik dizayn eləməyi öyrənmişdi. Deyirdi ki, öyrənməyin yaşı yoxdur. Özü oturub orada öz-özünə maaş yazdırmışdı və özü oturub baş qrafik dizayneri öz şirkətində parçaları özü dizayn eləyirdi. Yəni hər yaşda öyrənmək olar. Tekstil sahəsində çox böyük bir maraq yaranıb. Artıq əvvəllər universitetlərdə çox da təhsil almırdılar. Bununla bağlı daha çox interyer dizayner, memarlıq oxuyurdular. Dediyim kimi qrafik dizayn olsun. Amma indi moda sahəsinə həm evdə valideynlər icazə verməyə başlayıb. O xanımlara, hətta bəylərimizə belə, gənc nəsilə nə məsləhət görürsən? Necə başlasın? Bir biznesi qurmaq üçün nə etməlidir? Bir gənc bugünkü zamanədə İlk öncə indi trend çox dəyişib. Bəli. Bizim dövrümüzdə biz başlayanda mən ilk açılan moda evlərindənəm və mənim vaxtımda, bizim vaxtımızda biz açırıq və moda elə bir sahədir ki, hər saniyə dəyişir. Və modanı öyrənmədiyin gün, an, yəni oldu, sən modanı öyrənmədin, izləmədin, sən geridə qalırsan, bəli. Və mən bir müəllimimlə VCS-də trend analiz eləyirəm, mən kömək eləyirəm ona. Hətta belə deyim, köməkçilik eləyirəm ona, amma bu mənim üçün çox böyük bir qürur verici bir haldır ki, yəni mən dünyada necə trendlərin çıxacağını bilirəm. Baxıram ki, trendi necə yaranır, hardan yaranır, nə üçün yaranır, bunların hamısını izləyib görürük. Amma çox təəssüf ki, Azərbaycanda kim influencerdır, kimin ki səhifəsi biraz baxımlıdır, onun ya moda evi var, və yaxud da salon var. Azərbaycanda bu biznes biraz tam fərqlidir. Kim ilk başlayır işə, istəyir ki, birinci şəxsi brendinq eləsin, daha sonra işini göstərsin. Və Azərbaycanda markalar niyə qloballaşmır? Azərbaycanda olan markaların bir hekayəsi yoxdur. Çox gözəl bir geyim yarada bilərsən. Amma bir markanın ki, hekayəsi yoxdur, o zaman o markanın qloballaşmağı mümkün deyil. İstəyərdim ki, gənc nəslə də bir yaşlı nəsil olaraq töhfə verib. Belə bir pillə var ki, modada necə başlamalısan. Bəli. Məsəl üçün, çox böyük büdcə lazım deyil və ilkin biznesə başladığın zaman lazım deyil ki, sən hansısa bir yerdə gedəsən, bir obyekt götürəsən, orada gedib işini qurasan, dərziləri yığasan. Çox azdan başlamaq olur. Parçalar seçə bilərsən. Parçaları seçəndən sonra onları dizayn eləyə bilərsən və yaxud da dizayndan sonra elə dizaynerlər var ki, parçadan ilhamlanır. Amma elə dizaynerlər var ki, onlar birinci şəkildən və yaxud da başqa bir şeylərdən ilhamlanıb, ondan sonra onu geyimə köçürür. Tamam, bu bitdi, sən dizaynı elədin. Sən bunu hansısa bir dərziyə bunu tikdirə bilərsən. Ondan sonra o qədər Azərbaycanda var ki, böyük bir layihələr var, hətta dövlət layihələri də olar. Orada çıxıb balaca belə showroomlar olur. Ödənişli olan da var, çox az ödənişli olan da var. Sən orada özün nümayiş elətdir. Ondan sonra yavaş-yavaş konsept storlara çıxış elə. Bu piramida kimi bir şeydir də. Sonra yavaş-yavaş istəyirsənsə, büdcəni artıra bilirsənsə, pakaza çıxa bilərsən. Ondan sonra özün üçün bir obyekt aça bilərsən. Bizdə Azərbaycanda bir xanım var. Mən ondan da eskiz dərs almışam. Parça adında bir brendi var xanımın, Aysel. Duymuşam, bəli, eşitmişəm. Mən o xanımın ilkin başlamağını görmüşəm, necə başlayır. Mənim onda artıq moda evim var idi. Mən o xanımın hekayəsini, böyüməyini
hətta indi görürəm, çox az münasibətim var o xanımla. Amma onun necə böyüdüyünü görür, mən həmişə fəxr eləyirəm ki, çox gözəl böyüyür. Hətta o hər dəfə öz səhifəsində, sosial şəbəkədə paylaşır ki, artıq modelyer olmaq üçün, yəni sənin bir influencer olmağın lazımdır. Sənin İsyan eləyir yəni. İsyan eləyir. Amma mən məsələn son vaxtlar izləyirəm, görürəm ki, bu xanım sahibkarlar, qadın sahibkarlarla bağlı bir çox forumlar keçirilir. Bəli, Hətta bu yaxınlarda sən də çıxışını gördüm orada. Bəli. Qadın liderlər zirvəsi, bəli. qadınlar zirvəsi. Onun mahiyyəti, orada yəni dəvət olunan daha çox gənclərmi dəvət olur, yoxsa artıq sahibkar kimi formalaşmış bir brendi olan, öz yerli brendi olan xanımlar mı dəvətlidir? Orada necədir o proses? Onu danış. Speaker olaraq təbii Bəli. ki, sahibkar olaraq əldə Bəli. elədiyi nailiyyətlərə görə ora dəvət olunur. Tamam. Amma orada əyləşən xanımların çoxusu hansı ki biznesə başlamaq istəyən, hansı ki startap biznesləri var. Mən əslində motivasiyanı sevmirəm. Çünki hərənin bir yaradılışı var və hərənin bir böyümə dövrü var. Bəli. O böyümə sürətli də ola bilər sənin həyat şəraitinə görə, bu böyümə dərin də ola bilər. Çıxıb orada mən bunu bacardım, siz də Siz də bacarın dediyin zaman, orada əyləşən insanlara mən güclüyəm, siz də bunu eləyə bilərsiniz. O biraz egodan gələn Düzgün yanaşma deyil. düzgün deyirsiniz. yanaşma deyil, xeyr. Mən məsəl üçün Qadın Liderlər Zirvəsində öz səhvlərimi Bəli. danışdım. Öz səhvlərimi danışdım, öz uğursuz bizneslərimi danışdım, öz uğurlu, uğursuz ortaqlıqlarımı danışdım. Yəni insan həmişə həyatda uğurlu ola bilməz ki. Uğursuzluqlar da bizə çox böyük şeylər öyrədir, dərslər verir. Məsələn, maddi baxımdan bəzən o yeni başlayan sahibkarlar sıxıntı çəkirlər və onun üçün də partnyorlara müraciət edirlər. Bəli. Məsələn, partnyorla çalışmaq mənim üçün, yəni əla. Mən çox sevirəm partnyorlu çalışmaları. Amma adamlar var ki, partnyorla hər zaman bir problemlər yaranır. Bilmirəm bu bəlkə də biz o deyirik ipin ucunu mu buraxırıq, Bəli. harda səhv eləyirik. Bununla bağlı bizim qonağımız Sakit Səmədov olmuşdu. Çox geniş bir məlumat vermişdi bununla bağlı. Həqiqətən də yəni yaxşı sözlər demişdi, fikirlər bildirmişdi. Amma bir sahibkar xanım olaraq artıq illərdir bu sahədə olan, başqa digər biznesin digər sahələrində də çalışan xanım olaraq istəyirəm səndən də bunu eşidim. Yəni necədir? Partnyorluq çalışmaya başlayarkən biz nələrə diqqət eləməliyik? Daha doğrusu gənc nəsil nəyə diqqət etməlidir? Mən sizə belə bir şey deyim də, əslində ortaqlıq, mən bunu Bəli. hər zaman deyirəm, ortaqlıq evlilik kimi bir şeydir. Sən evlənə bilərsən, evləndiyin adamı düzgün seçib seçmədiyini heç bir zaman bilmirsən və sən boşana da bilərsən. Amma sən boşananda bu adamla çox sağlam şəkildə boşanmalısan. Yəni evliliklər ola da bilər, boşanma da, amma hər biri sağlam şəkildə olmalıdır və yaxud da münasibət belə sağlam şəkildə olmalıdır. Egolar bəzən deyirlər ego belə pisdir. Yəni yaxşı da ego var, pis ego da var. Yaxşı ego deyir ki, mən varam və Elnara sən də varsan. Biz bir yerdəyik. Amma pis ego deyir ki, ancaq mən varam, ancaq mən varam. O ancaq mən varamı dediyin zaman o ortaqlıq artıq bitməyə başlayır. O iplər, o bağlar qopur. Necə evlilikdədirsə, bu ortaqlıqda da belədir. O bağlar yavaş-yavaş başlayır qopmağa. Ortaqlıq bilirsiniz necə bir şeydir? Bir piano düşünün və o pianonun 4 ayağı var. O pianonun 4 ayağını əgər 4 nəfər bir yerdə qaldıracaqsa, təbii ki biz o pianonu qaldıra bilərik. Amma bir adam və yaxud da 2 adam o pianonu qaldıra bilməz. Bu ortaqlıq da belə bir şeydir. Sən əgər o işdə o bölgünü eləmisənsə, hərənin üzərinə düşən yükü bilirsənsə, sən o ortaqlıqda tam yolu davam edib gedə bilərsən. Əgər o yüklərin bölgüsü düzgün bölünübsə və sistemli şəkildə bölünübsə. Yox, əgər düzgün bölünməyibsə, ortaqlıq heç bir zaman davam edə bilməz. O zaman işə başlayarkən gənclər dinləyin Leyli xanımı da pozisiyaları doğru düzgün aşkarlamalısan. Məsələn, ola bilər ki, mən məsələn art direktor kimi fayda verə bilərəm işimizə. Sən maliyyə tərəfini yaxşı görə bilərsən. Ona görə o hissədə daha diqqətli olmaq lazımdır. Və düşünürəm ki, yenə də deyirəm, Sakit müəllimə qayıdacağam. Deyirdi ki, o çox yaxşı oğlandı, bundan şərik olmaq lazım. Bu çox yaxşı qızdır. Artıq bu fikir, bu psixologiya yox olmalıdır. Hər şey sənəd üzərində.
Yəni artıq sənədləşməlidir, müqavilələr Bəli, olmalıdır, bəli. rəsmi olmalıdır hər şey ki, bu cür problemlərlə də sabah o bizim çəkdiyimiz bəzi nüansları, o çətinlikləri yaradırsan işi elə bir nöqtədə sən orada sağollaşmalısan ki, sənin bu dəqiqə ən qiymətli şey zamandır. Bəli. Sənin o zamanını alırlar, aparırlar. Və insan artıq maddi tərəfdən yıxılmır, gedən zamanına ağlayır, belə deyim. Ona görə də Amma diqqətli mənim çox olmaq yaxşı bir lazım. ortağım var idi. Bu bəy idi. Biz onunla sağollaşanda mən ona dedim ki, mən səndən çox şey öyrəndim. Həqiqətən çox şey öyrəndim. Bizneslə bağlı çox şey öyrəndim. Mən ona dedim ki, mən elə bildim ki, mən bu ödənişi itirdim, amma mən İngiltərədə gedib hansısa bir universiteti bitirib gəldim. Görürsüz. Və çox sağlam şəkildə biz ayrıldıq, yəni ortaq olaraq. Və hələ də dostluğumuz davam edir, tanışlığımız davam edir. Ümumiyyətlə heç bir ortağımla şükür Allaha pis ayrılmamışam, sağlam şəkildə ayrılmışam. Hətta bir ortağım var idi, çox yaxın rəfiqəm idi. Ondan ayrılmaq üçün 4 ay psixoloqa getmişəm. Necə sağlam ayrıla bilərəm. Necə yəni 4 ay psixoloqa getmisən Leyli? Hə, 4 ay, çünki mənim onunla mənəvi bir bağlarım var idi. Bir dostluq münasibətim var idi daha çox. Mən onunla sağlam şəkildə ayrılmaq üçün necə bir-birimizi qırmadan, necə mən içimdəkiləri ona tam aydın şəkildə izah edə bilərəm. 4 ay psixoloqa getdim və sonda qərarı aldım ki, bəli, ayrılaq. Və ayrıldınız. Xeyirlisi hər ikiniz üçün də əlbəttə ki. Baxın Leyli, biznes sahəsi çox maraqlıdır. Mən həmişə deyirəm ki, dəryadır. Üzürsən, hər dəfə rastına bir şey çıxır, qarşına bir şey çıxır. Sən necə yalnız moda sahəsində təlimçi kimi mi fəaliyyət göstərmək istəyirsən, yoxsa digər sahələrə də mi artıq məsələn yeni bizneslər olsun, yeni fikirlər? Çünki insan yaşadıklarından, yaşa dolduqca fərqli bir yəni biznes sahəsində özünü görür. Məsələn mən qocalığımı hansısa bir butik bir otelin işlətməcisi, orada yatım, orada qulluq edim qonaqlarına. Yəni bu şəkildə görürəm, bu şəkildə artıq beynimə elə bir həkk etmişəm. Sən necə başqa sahələrdə də çalışmağı düşünürsənmi? Qarşıma bir hədəf qoymuşam. 45 yaşına kimi çalışacağam. Və 45 yaşından sonra çalışmağı düşünmürəm. Bəzən deyirlər, bizdə al-satdı biznesi belə bəzən bənzədirlər. Amma mən sevirəm, daim hərəkətdə olmağı sevirəm. Daim qazanım, istər uğur qazanım və mən daha onu göstərməməyi seçmişəm həmişə həyatımda və bir də öz üzərimdə çalışmışam ki, hər zaman mənim açığa çıxmaq kimi bir qorxum var idi və bunu necə yenə bilərəm? Mən bunu yenərək yavaş-yavaş başladım bunu yenməyə. Sən həmişə kənarda durursan. Bəli, mən həmişə arxa planda. Mən həmişə işin mətbəxini sevmişəm. Elə bir işin aşpaz çıxıb demir ki, mən bu yeməklərin hamısını mən bişirmişəm. Ay camaat, oturun yeyin. Həmişə restoran reklam olunur və yaxud da ofisiant gətirə bilər, həmin o şeyi təqdim eləyə bilər. Mən işin həmişə mətbəx tərəfini sevmişəm və buna görə də çox şükür edirəm. Çünki mənim ailəm də, qardaşım da, anam da tekstilcidir. Biz neçə ildir bu sahədəyik. Mən artıq bilirəm tekstilin hər özünü, hər tərəfini, hər çətinliyini, hər gözəlliyini bilirəm. Və bu qorxularımı yenməyə başladıqdan sonra hər tərəfimi göstərməyə çalışdım. Mən yeni bir biznes açıram indi. Bu da ortaqlı bir biznesdir. Mənim bu biznesi açmaq üçün hazırda, hətta mənim ortaqlarımın da 0 manatımız yoxdur. Bilirəm ki, uğurlu olacaq. Bunun arxasında bir qorxu yatmır. Hansısa bir işi açmaq istəyirik. Bunun əgər arxasında bir qorxu yatırsa, o zaman o işi açmayın. Düşünün. O qorxu ilə yaşayın bir neçə il. Baxın. O qorxunu yenə bilirsinizmi? O qorxunu yendiyiniz zaman istədiyiniz biznes uğurlu olacaq. Sən moda sahəsində həqiqətən həm zövqünlə, həm hazırladığınız geyimlərlə çox deyərdim ki, birincisən. Çalışdığın məşhur simalar olub, bir çox. Demək olar ki, hamısı 70-80%-dən çalışmısan. Ən rahat, ən belə sözünə qulaq asan və yaxud belə də xarakter olaraq da rahat müğənni show biznesdə olan kim idi? Kimdən işləmək? İbrahimova. Doğrudan deyirsən. Bəli. Onunla işləmək çox daha gözəl rahat. xanımdır.
İradə İbrahimova ilə işləmək, yəni çox gözəl xanımdır. Aurası çox Xanımlığı gözəl. ilə seçilən bir xanımdır. Aurası, enerjisi çox Eynən. gözəldir. Və zövqü də çox gözəldir. Və qarşındakı insana inanır. Bilirsən, bu məşhurlarla işləmək işin vitrin tərəfidir də. Hamıya çox gözəl görsənə bilər. Vitrin sakit durur axı, axımlı. Bəli. Amma ki, hər bir məşhurun, ümumiyyətlə hər bir insanın geyim tikəndə onun daxili dünyasına, emosiyasına, onun qorxularına hətta toxunursan. Və hər bir məşhurun da öz qorxuları var. Eləsi var dramatik görsənmək istəyə bilər, eləsi var romantik görsənmək istəyər və yaxud da onların imicləri olur daha çox. Bəli. Onlar hər dəfə bir imicdə ola bilər, hər dəfə bir obrazda ola bilərlər, getdiyi yerə bağlı olaraq. Düşünürəm ki, məşhurlarla işləmək zövq verir, amma mənim məsəl üçün ən sevdiyim, yəni axımlı qadın dediyim məşhurların içində İradə İbrahimovadır. Nə gözəl, doğrudan da elədir. Son vaxtlarda mahnılar da çox gözəl. Bəs ən kaprizli məşhur hansı olub? Səni işində bezdirən, daha doğrusu belə də yoran. İşimdə yormayıb mənim. Məndə belə bir şey var, hətta müştərilərlə işləyəndə müştəri nə qədər baxır güzgüyə və onu düşünür, o geyimi hiss eləyir və deyir ki, Leyli xanım, bəlkə biraz da yaradıcı tərəfinizi işlədəsiz deyəndə bu mənə daha da belə xoş gəlir və həqiqətən də elə olur ki, mən məsəl üçün primerka elədiyim vaxt mənə nəsə bir şey gəlmir. Mən o xanıma deyə bilərəm ki, bu gün bu geyimi eləməyək. Nəsə ya mən özümü ya yorğun hiss eləyirəm və yaxud da deyə bilərəm ki, bu geyimlə bağlı, səninlə bağlı ağlımda hələ bir şey yoxdur. Mən yola sala bilərəm xanımı. İnci müştərilərimiz olur. Mənim müştərilərim hamısı məni çox istəyirlər. Mən də müştərilərimi sevirəm. Leyla, sən özün də sosial insansan artıq, hər kəs səni bilir, sosial şəbəkələrdən. Amma mən ətrafdan da eşidirəm, bilirəm ki, bax bu influencerlərin dəbdəbəli həyatlarını göstərməsindən bağlı. Bəzilərində heç elə dəbdəbəli həyat yox da, o deyil. Amma elə özünü təqdim edir ki, bu izləyicilərə, gənc qızlarımıza bəzən mənfi təsirlər göstərə bilər. Evlərində analarından savaşa çıxırlar ki, niyə o, məsələn, mən də bu geyimdən istəyirəm və yaxud mən də həmən ölkəyə getmək istəyirəm. Bu şəkildə artıq ana-bala arasında belə gərginlik olur, bir problem yaşanır, konflikt yaşanır. Bu nə dərəcədə doğrudur? Influencer, bloger trendi artıq bir müddətdən sonra bitəcək. Çünki artıq şəffaflıq dəbdədir. Hansı həyatı yaşayırsan, gündəlik həyat tərzin, amma luxury life yox. Məsəl üçün, bəzi influencerlar var ki, bəzi blogerlər var ki, onlar Gucci həyatı istəyib LC-Waikiki həyatı yaşayırlar, amma bunu Gucci kimi göstərirlər. Bahalı həyat göstərməkləri təbii ki, bizim gənc nəsil üçün bir örnək deyil. Düz deyirsən, ailələrdə bir konflikt yaranır. Əslində influencer, gerçək, şəffaf influencer həyatı çox çətindir. Çünki onların gündəlik paylaşımları, onların həyat tərzi, onların o çəkimləri eləməyi çox çətin bir həqiqətən çətindir. Çox. Onlar, bizlər, biz özümüz də göz onun önündə olan insanlarıq. Ona görə bizim dilimizdən çıxan o kəlmə, göstərdiyimiz çantamız, yaşam tərzimiz, hər biri bizə belə deyim də o bir fanat olanlar olur da bəzən, mən özümü demirəm, amma ümumi danışım, sosial olan insanlarla bağlı o mənfi təsirlər göstərə bilər. Ona görə hər şeyi reallığınla paylaşmaq lazımdır. Bəli, bəzəmək lazımdırmı? Biraz. Elə etməlisən ki, ona insan biraz əmək sərf eləyərək artıq özü gəlib bura çata bilsin. Amma sən elə bir şey göstərsən ki, qızlar heç məktəbə gedib oxumaq istəmirlər. Düzdür. Başqa cür o gəliri əldə edib, başqa həyat tərzi yaşamaq istəyirlər. Bu çox pis bir təbliğatdır, düşünürəm. Amma bizim yaxşı blogerlərimiz var ki, hansı ki evlərində bişirdikləri yeməkləri paylaşırlar. Nə bilim,
həyat tərzi, uşaqlarını hansı yöndə Uşaq istiqamətləndirirlər? qidalanması. Yəni o Çox qədər maraqlı yaxşı öyrənmək blogerlərimiz olur. var, Bəli, bəli. maarifləndirici videolar paylaşırlar. Buradan da hər birini salamlayırıq. Dostlarımız çoxdur əslində blogerlər. Yaxşı, elə yeri gəlmişkən influencerlərdən danışdıq. Bir dəb məsləhətçisi olaraq, bir belə deyim, modelyer olaraq hansı influencerin geyim tərzini bəyənirsən, zövqünü bəyənirsən? Çox bəyənirəm Banu. Çox belə Azərbaycan xanımına yaraşacaq tərzdə bir geyim geyinir. Daha çox belə romantik geyinir. Eynən videolar Hə. deyil, o vibe'dadır. Özü də çox zərif, incədir. Amma çox gözəl daşıyır. Sonra daha belə fashion, street style geyinən Mojibo var. Tanıyıram, bəli. O xanımı bəyənirəm. Çox qəşəng fashion geyinir. Qeyd etdin ki, həm anan, həm də qardaşın tekstil sahəsində çalışır. Bu sizin həm də bir ailəvi biznesinizdir. Və Bəli. sən necə düşünürsən? Sənin qızın da sənin yolunu davam edəcək, yoxsa marağı varmı Leyanın buna? Çox maraqlı bir şey danışım. Deməli, mən öz modelimi 2012-ci ildə açmışam. Amma qızım 2016-cı ildə anadan olub. Və mən öz açdığım modelin adını öz qızıma qoymuşam. Və hər gələndə mənə müştərilər sual verir ki, öz qızınızın adını qoymusunuz? Deyirəm, yox, öz modelimin adını Qızıma qoymuşam. Qızım çox sevir bu sahəni. Hətta gedir orada manekenlərin üzərində drapinqlər eləyir. Sonra çox gözəl şəkillər çəkir. Çox həvəsi var. Və uşaq vaxtı anam mənə həmişə deyirdi ki, sən böyüyündə həkim olarsan. Mən də indi eyni sözü ona deyirəm. Deyirəm ki, sən böyüyündə həkim olarsan. Deyir ki, yox, mən fashion, ancaq mən fashion. Çox nazlı. İnşallah, hə, o da istəyir Amma ki. dəstəkləyərsən. Təbii ki, dəstəkləyərəm. Xahiş eləyirik. Təbii ki. Çünki hər kəs zövqlü geyinməyə layiqdir. Sən zövqlüsənsə, balan da zövqlüdür, Əsas əminəm. bilirsən nədir? Əsas gördüyün işi sevməkdir. Bu iş mənim həm hobimdir, həm də ki bu iş mənim yəni həm sevirəm bu işi, həm hobbimdir, həm buna bir biznes kimi baxa bilirəm, həm bir balam kimi baxa bilirəm. Və o bir neçə birləşəndə sənin üçün çox gözəl olur, yəni o iş. Elə olur ki, bəzən ola bilər ki, hansısa açdığın bir işdən qazanc əldə eləməyə bilərsən, amma sən o işi daim saxlaya bilərsən ki, mən bu işi çox sevirəm. Eynən. Onu yaşamışam mən də. Bax, qeyd etdin ki, mən forumlarda adətən öz uğursuzluqlarımdan danışıram, biznesimin çöküşlərindən danışıram. Mən istəyirəm ki, burada da hansısa bir belə deyim də daha çox sənə təsir edən, daha çox səni maarifləndirən, səni yenilikləri öyrədən, ki, bir də o səhvləri etməyəsən biznesdə. O hansı olub? Hansı səhv olub daha çox? Mənim Dəbli Baku proyektim var idi. Bu da ortaqlı bir proyekt idi. Və ilk dəfə bu proyekti biz 2018-ci ildə açdıq. Və hətta mən buranı açdım. Mənim öz tekstil yerim var idi. İstədim ki, yeni bir marka açım və bunu ortaqlı şəkildə elədim. Və 2018-19-cu illərdə pandemiya düşdü. Amma pandemiyanın düşməyi bu marka üçün çox uğurlu oldu və bu marka bir anda yüksəldi. Bu marka yüksəldi, artıq biz satışlarımızı onlayn şəkildə davam etdirirdik və mən həmçinin öz işçilərimi ayaqda saxlamaq üçün, onların daim işlə təmin olunmaq üçün bu markanı yaratmışdım. Hətta yaratma səbəblərindən biri də bu idi. Və sonradan müharibə, Qarabağ müharibəsi başladı. Yəni bu marka çox pandemiyadan keçmiş, müharibə görmüş, bütün çətinliklərin üzərindən gəlmiş bir marka idi. Və bu marka üçün mən menecment idarə eləsindəyəm. Bu markanın içəri idarəçiliyini idarə eləsin. Mən ancaq işin mətbəx tərəfini eləyim. Bir çox adamlarla konsultasiya aldım. Bir neçə marketoloqlar gətirdim. Amma bu işin heç kim öhdəsindən gələ bilmirdi. Çünki Azərbaycanda ilk dəfə fast fashion, yerli istehsalı olan, yerli istehsalatı olan markanı özü dizayn eləyən, özü satışını eləyən ilk marka idi Azərbaycanda. Və ondan sonra bir neçə markalar yaranıb Azərbaycanda belə bir fast fashion tipli. Bu markanın
çətin tərəfləri o idi ki, mən hansısa bir mütəxəssis gətirib qoya bilmirdim ki, o markaya. Bu markanı idarə eləsin. Mən bunun işin mətbəx tərəfində, dizayn tərəfində olum. Ancaq kim gəlirdi, deyirdi ki, belə bir struktur yoxdur. Çünki marka hər həftə yeni bir məhsul çıxardırdı və bu çox çətin idi gələn mütəxəssislər üçün. Ancaq öhdəsindən mən və ortağım gəlirdik. Amma uğurlu bir marka idi. Siz niyə onu bağlamağı düşündünüz? Həqiqətən dəbli dizaynlarından daha çox və onu da sual verim ki, məsələn, dizayn tərəfi məncə daha çox sənə aid idi, düzdür? İkinizə də aid idi. Satışlarla və dizayn tərəfindən məşğul olduğunuz üçün yoruldunuzmu, bağladınız, yoxsa artıq gəlir əldə edə bilmədiyiniz üçün mü bağladınız? Yox, hər işlə özümüz məşğul olduğumuz üçün bağladıq. Hər kəs, əminəm ki, hər kəs soruşur, görəsən dəbli niyə bağlanıb? Əminəm ki, bu sual hər kəsə maraqlı olacaq. Bizim dostluğumuz da ortağımla davam edir. Zaten biz dost idik. Amma hər şeyin öhdəsindən özümüz gəlməli idik deyə bağladıq. Bir də məsəl üçün mən yaradıcı insanam. Mən bir dizayn, bir geyim yaratdığım zaman istehsalatdan biri gəlir ki, məsəl üçün sən Leyli xanım, bu makinada bu problem var. Bildim. Və sən bu anda sənin yaradıcılığın enir sıfır nöqtəsinə. Və yaxud da işdə yaradıcılıqla məşğulsan, dizayn eləyirsən, çox bir geyim, illüziya gəlib beyninə bunu dizayn eləmək istəyirsən, bir momentdə gəlirlər ki, kombi işləmir. Sahibkarların dərdləridir də bu idan. Cəmaət də deyir ki, sahibkar kef edir. Mən hər zaman deməli işə gələn stajyorlara bunu deyirəm ki, bəzən görürsüz ki, mən ayağımda topuqlu bir ayaqqabı ilə işə gəlirəm. Düşünməyin ki, bu işdə müdürlük ancaq topuqlu ayaqqabıdan ibarətdir. Belə əslində gözəldir. Sevdiyin işlə məşğul olduğun zaman çox gözəldir. Çox təşəkkür edirəm gəldiyin üçün, səmimi danışıqların üçün, fikirlərin üçün. Həqiqətən də mən bugün həm nostalji hisslər yaşadım. Məni apardın tam keçmişə, özüm də yaşadığım, gördüyüm işləri bir daha xatırladım. Səninlə olan dostluğumuzu, xatirələrimizi. Amma mən bugün səni bir fərqli bir Leyli kimi tanıdım, həm də çox güclü. Mən səni qoçaq qız kimi, qoçaq xanım kimi bilirdim. Amma bugün səni doğrudan da işini sevən, həqiqətən də sahibkar, təlimlər keçən, gözəl ana kimi bir daha yenidən tanıdım. Təşəkkür edirəm, minnətdaram gəldiyin üçün və istəyirəm ki, verilişimlə bağlı təəssüratlarını bölüşəsən. Çox təşəkkür edirəm bir daha komandana və sənə. Verilişin həqiqətən bir neçə podkastlara çıxmışam. Komandam və özün enerji çox mükəmməldir. Çox sağ ol hər şeyə görə. Mənim üçün də səninlə olan veriliş bir başqadır. Çünki bizim illərdən gələn bir doğmalığımız var və bunu yenidən bağlarımızı yenidən möhkəmləndirməyimiz bizim üçün çox gözəl oldu deyə düşünürəm. İnşallah hər şey xeyirli, uğurlu olar. Həyatımız da, işlərimiz də səni çox sevirəm. Mən də səni çox Həyatında, sevirəm. işlərində də uğurlar arzu edirəm. Hamıya gözəl enerjilər göndərir. Təşəkkür edirəm. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Biznes dünyasında hər şey sürətlə dəyişir. Amma bir problem hələ də aktualdır. Doğru biznes tərəfdaşı tapmaq, etibarlı təchizatçı seçmək və bunun üçün vaxt itirmək. Yerli bazar bir nöqtəyə qədər aparır. Amma beynəlxalq bazar düzgün əlaqə olmadan çətinləşir. Məhz bu nöqtədə Cibaru köməyinizə çatır. Cibaru şirkətləri yerli və beynəlxalq bazarlarda birbaşa bir araya gətirən B2B platformasıdır. Burada təsdiqlənmiş profillər etibarlı tərəfdaşlıq deməkdir. Cibaru platforması vasitəsilə şirkətlər satın alma elanları paylaşır, məhsul və xidmətlərini tanıdır, hərraçlar təşkil edir, qlobal tərəfdaşlıqlar qurur və vakansiyalar yerləşdirirlər. Vasitəçisiz B2B əlaqələrlə vaxta və xərclərə qənaət edirsiniz. Cibaru biznesinizi qlobal bazara daşıyan platformadır. İndi cibaru.com-a qoşulun və biznesinizi qlobal bazara çıxarın. Digital Gateway to Global Supply. Qlobal təchizata rəqəmsal keçid.